Dəyərli izləyicilər, xoş gördük sizləri. Abşeron rayonunun Saray qəsəbəsində tam əşyalı 4 otaqlı evimiz çıxdı satışa. Qiyməti də öncədən deyirəm, 85 min manata. Mətbəxdən çəkiliş edirəm, 2 sotdadır, 4 otaqlı evdir. Bütün əşyaları ilə, demək olar elektronika götürülmə şərti ilə bütün əşyalar evin içərisində qalır. Disturlarına qədər evin içərisində qalır. Bura evimizin mətbəxidir. Mətbəx mebeldir, təzə yığılıb. Radiatorlar seksiyadır. Pəncərələrin raşotkalarına qədər qoyulub. Şəbəkə pəncərə, qoşadaş, fundamentli kəməri tam qaydasında kürsülü evdir. Çıxıb həyətini də sizə göstərəcəm. Bax, bura evimizin girişidir. Əsas qapıdan girdim. Bura dəhliz hissədir, bax belə. Bura evimizin qonaq otağıdır. Təzə evdir. Demək olar ki, az yaşayış olur. Raşotkaları qoyulub, radiatorlar seksiyadır. Hazır kupçalı evdir, yəni alıb qeydiyyata düşə bilərsiniz. İpotekaya da tam yararlı bir ev. Bura birinci yataq otağıdır. Gördüyünüz mebellərdə evin içərisində qalır. Burada da raşotkaları, radiatorları evin yan hissəsinə də, arxa hissəsinə də keçmək mümkün. Bura ikinci yataq otağıdır. Burada üçüncü yataq otağı. Ümumilikdə 4 otaqlı evdir. Burada dama çıxmaq üçün yerdir. Burada evimizin geniş santer qovşağı istifoldur. Bütün aksesuarlar var, qoyulub. Tam işlək vəziyyətdədir. Keçək həyətin təqdimatını edeyim. Əziz izləyicilər, bu da evimizin çöl görünüşüdür. Giriş hissə, mərkəzi kanalizasiya sistemi, trapı, sayğacların hamısı mövcuddur. Su 24 saatdır. Yerləşmə yerdə Saray postundan gələndə birinci stopordan sola dönürsən, yoldan hardasa bir 200, 250, 300 metr. Tam quru bir ərazidədir, yaşayışlı yerdir. Qiymət də ki, münasibdir. 85 min manata. Bax, evin yan hissəsinə də keçmək olur, arxa hissəsinə. 4 otaqlı evdir, 8 də kürsüdədir. Rahatlıqla da həyətinə 2-3 maşın daxil ola bilir. Burada kombinin yeridir. Raşotkasına qədər görsünüz qoyulubdur. Hazır kombi burada. Burada evimizin zirzəmisidir. İçərisində də rahatlıqla gəzmək olur. Köməkçi otaqlara da keçmək mümkündür. 85 min manata deyilir. Bu evimiz 4 otaqlı evdir. Tam əşyalı. İnşallah gəlin ev sahibi ilə danışın. Qiymətdə endirim olunacaq. Çox sağ olun.